Deyək ki, təbliğnamə yazılıb müəssisə əməkdaşı tərəfindən, aptek bölmə müdiri və ya da baş tibb bacısı artıq təbliğnaməni təsdiq edib. Siz həmin vəsaitləri öz otağınızda, digital otağınızda görmürsünüz. Ona görə nə etmək lazımdır? Yenidən əməliyyatlar düyməsinə klik edirsiniz, amma təqvimə daxil olursunuz. Daxil olduqdan sonra burada baxırsınız ki, bayaq təbliğnamə yazmışdınız, həmin təbliğnamənin içində olan vəsaitlər bura düşməyibdir. O zaman nə edirsiniz? Vəsait qəbuluna klik edirsiniz. Görürsünüz ki, burada heç nə yoxdur. Yenilə düyməsini aşağıda sıxırsınız. Sıxdıqdan sonra 2 dəfə həmin təbliğnamənin üzərinə klik edirsiniz. Baxırsınız ki, betametazon 2 dənə istəmişdik, qramla 30 qram gələcək, bura düşəcək. Test yoxlamadan 2 dəst gələcək, yoxlama vəsaitindən də 5 ampula gələcək. Burada bu vəsaitlərin miqdarı ilə razısınızsa, təsdiq et düyməsini sıxırsınız, aşağıda yadda saxlamağa basırsınız, bəlini seçirsiniz və sıxlama artıq qəbul olunmayanlar da yox, həmin təbliğnamə qəbul olunan təbliğnamələrin siyahısında sıralanacaq. Mən burada bağlasam, yenidən siyahı gətirib açsam, baxacam ki, betametazon məlhəmindən mən götürmüşəm, mənim əlimdə var 30 qram, hardan götürmüşəm? 10 nömrə şəhər poliklinikasından. Yəni, həmin müəssisənin əməkdaşıyam, nevrologiya şöbəsinin əməkdaşıyam. Buradan götürmüşəm vəsaiti. Yox, əgər qalıq kimi əlavə eləmişəmsə həmin vəsaiti, bu keçən ildən devir kimi buraya düşür, gəldiyi yer. Vəssalam.